Salam əziz dostlar. Biz bugün üçbucağın sahəsinin tapılmasından danışacağıq və iki düsturun necə alındığına baxacağıq. Ən birinci baxaq üçbucağın sahəsini hesablamaq üçün birinci düsturu necə alırıq. Gördüyünüz kimi üçbucağı paralleloqrama tamamlayacaq şəkildə bu cür bir dəyişiklik eləyirik və üçbucağı paralleloqrama tamamlayırıq. Yəni məsələn bu nöqtədən bu tərəfə B tərəfinə paralel çəksək və onu bu təpə nöqtəsi ilə birləşdirsək, paralleloqram alırıq. Bu paralleloqramın sahəsi bilirik ki, tərəf və tərəfə çəkilmiş hündürlüyün hasilinə bərabərdir. Üçbucağın sahəsi də bu paralleloqramın sahəsinin yarısına bərabər olacaq. Ona görə 2/1 BH-a bərabər olacaq. İkinci üsul necədir? Üçbucağın sahəsini tapmaq üçün iki tərəf və bu tərəflər arasında qalan bucağın sinusunun hasilinin yarısını tapmaq lazımdır. Bəs bu necə alınır? Gəlin baxaq. Baxın, A və B tərəfi var və aralarındakı bucaq teta. A tərəfinə bir hündürlük çəksək, burada bir düzbucaqlı üçbucaq yaranır. Və bu düzbucaqlı üçbucaqda teta bucağının sinusu qarşıdakı katetin, yəni hündürlüyün hipotenusa, yəni B-yə nisbətinə bərabərdir. Sinus teta bərabərdir. Hündürlük bölünsün B tərəfi. Buradan belə çıxır ki, hündürlük nəyə bərabərdir? B tərəfi vurulsun sinus teta. Və bu birinci aldığımız düsturda, 2/1 BH düsturunda H-ın yerinə B sinus teta qoyduqda görürük ki, bu sahənin sinusla bağlı olan düsturunu alırıq. 2/1 AB sinus teta. Diqqətiniz üçün təşəkkür edirəm. Bəyəndinizsə like eləməyi unutmayın, abunə olun.